Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər. Milli Məclisin deputatı Rasim Nurullayev pensiyaçılara, tələbələrə və həssas kateqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib. Qeyd eləyək ki, bir sıra inkişaf eləmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlardan ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır. Bəs deputatın bu təklifi qanuniləşə bilərmi? Mövzu ilə bağlı bizim mediaya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə eləyib hansısa addımlar ata bilərlər. Bu məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir. Yəni qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz bugün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək. Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb. Mən bu məsələni bir neçə dəfə müzakirəyə çıxarmışam. Yəni tələbələr gün ərzində 3-4 nəqliyyat dəyişirlər. Tələbələrimiz və onlara dəstək üçün müxtəlif güzəştlər eləməliyik. Amma bütün kateqoriyaya güzəşt etsək, bu artıq əlavə məsələlər yaradacaq. Gərək dövlət özəl sahəyə əlavə subsidiya versin. Ona görə də bugün tələbələrə güzəştlər məqsədə uyğundur.